Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bu il faşizm üzərində qələbə günü mayın 9-u ilə əlaqədar Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq. Xəbər verilir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən həftələr arası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonraki iş gününə keçirilir. Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə 11 may qeyri-iş günü olacaq. Beləliklə bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq. Müğənni Ramal İsrafilov əməkdar incəsənət xadimi Vaqif Gərazədənin ad günündə iştirak etməməsinin səbəbini açıqlayıb. Xəbər verilir ki, ifaçı bu barədə gün ortası proqramında danışıb. O bildirib ki, tədbirin təşkilatçısı onu gecəyə dəvət etməyib. Xətrimə dəydi, Vaqif Gərazədənin ad günü olub, təşkilatçı tələbə yoldaşımız idi. Hamını yığıb məni yox, bu da mənim qəlbimə dəyir. İlham Məmmədov və digər tələbə yoldaşlarımızı çağırıblar, amma məni dəvət etmədilər. Özümü yetim kimi hiss etdim. Qısqanıblar, niyə çağırmırsınız?